Burada bir güzel şair əyləşib, Beydadaş Cəfərli. Mən çox istəyərəm Beydadaş müəllimin səsini eşidək. Mən elə bir varlıq tanımayıram, Allah'tan aşağı, sözdən yuxarı. Söz dünyasının şəriksiz cəngavəri Sədaqət xanımı salamlayıram. Rəhmətli Həkim Qəni deyərdi ki, dost görüşü bayram olur. Bugün Sədaqət xanım dostlarının bir qismini bura toplaya bilir. Əlbəttə, buradaşlar hamısı Sədaqət xanımın dostlarının bir cüzi hissəsidir. Sədaqət xanım bir məşədir, alov saçan, işıq saçan. O məşələ dostlarıyla toplaşıb, mənsub olduğu Ləzgi xalqıdır. 3 dənə işıqla bütün dünya fəxr edir. Rəyasətdə işığı bu şahdır. Onun fərmanı üzrə fərman olmuşdur. Təbiətdəki işığı işıqdır. Ən kiçik canlıdan filə qədər onun böyüklüyünü, cəngavərliyini qəbul edirlər. Cəmiyyətdəki işıq, bax belə alimlər olur. Onlar qələmi ilə qılıncın görə bilmədiyi işi görə bilirlər. Sədaqət xanım bu zərif vücudunda bu boyda yükün illərlə necə daşıyıb, bu mənə heyrətləndirir. Sədaqət xanım, Avropa bugünkü texnik vəziyyətə gəlib çatana qədər bilirsiniz, əslində kimlərə borcludur. 19-cu əsrə qədər Avropanın ancaq və ancaq yazıçılarına. Onlar cəmiyyətin, sistemin, cəhalətin üzə çıxardıb qoyub, özləri isə şam kimi yanıblar və onları arxasınca aparırlar. Avropanın şuur təqvimində bugün 2026 yox, 2076-cı ildir. Onların ziyalıları cəmiyyətin lokomotividir. Bizim ölkəmizdə isə şairlər, yazıçılar, bayaq dediniz qorxaqlar, cəmiyyətin lafetidir. Cəmiyyətə qoşulub gedirlər. Bir var cəmiyyəti arxaca aparacaq, bir var cəmiyyətə qoşuləsə, cəmiyyət sən har apardı apardı. Belə millətin ziyalısı olmaq 2 qat faciə olur. Niyə? Həm özü şam kimi ədidirsən və həm də bilirsən ki, sənin bir şam kimi yanmağın qiyməti az veriləcək, həyat dəsi verilməyəcək. Veriləndə də tarixçi alimlər, tədqiqatçı alimlər bir 100 ildən sonra axtarıb tapacaq ki, bir Ləzgi qız var idi, Sədaqət Şərif, filan kitabların müəllifi olur. Sədaqət xanım, sən millətin üçün, dövlətin üçün, vətənin üçün böyük işlər görmüsən. Bir tikmədim özüm qalam, tikdim ki, izim qalar. Sənin bax bu qalağın, o sənin heykəlindir, söz heykəlidir. Sən onları yarada bilmirsən, hətta onların da hamısı hələ orada yoxdur. Mən sənin kitabların sırasını, sayın bilən adamam. Sənin ədəbi fəaliyyətin məni çoxdan özünə heyran edib. Və belə danışdıqca utanır, əlinizdə səcək yox, qırmızı qızarır. Bax, ziyalı elə belə olur da. Ziyalı özün gözə soxdusa o ziyalı deyil axı. O işin görünü çəkilir qırağa. Yaxşı olar ki, onun qiyməti millət versin. Əgər millət belə xanımların, belə ziyalıların qədrini bilsəydi, qiymətini versəydi, bugün bizim də şuur təqvimimizdən 2026 yox, onlar da 2040, 2050. Biz bunu eləyə bilmədik. Harada eləyə bilmədik? Sədaqət xanım Qusardan deputatlar namizədliyin verəndə keçmədi və qəbul olunmadı. Keçməli idi. Bu xalqın faciəsidir. Sədaqət xanımın uğursuzluğu deyil. Uduzan biz olmuşuz, Sədaqət xanım yox. Sədaqət xanım əlindəki qələmdən sözün heykəlini qoyub. Sözün heykəli onu elə bir zəlzələ, elə bir tufan, tayfun tanımıram ki, onu uçursun, dağıtsın. Sözə söykənən millət bütün illərin, bütün epoxanın qalibi olur. Biz bu qalibiyyətdən niyə kənar düşmüşük? Özümüzü tanıya bilməmişik. Bunun da bir neçə faktları olub. 37-ci il bizi bugünə saldı.
Millətin qaymaqları yığdılar, apardılar. Mikoyanlar, Şamiyanlar, nə bilim o vaxtı Stalinlər, Beriyalar yox elədi. Biz qaymağı yığılmış o süt çanağının altında qalırıq. Separat bax biz oyuq. O olanda da biz belə oluruq. Şükür Allaha ki, hardasa, Əli Şamil kimi, burada Sədaqət xanım kimi, nə bilim, hardasa bir başqa müəllim kimi hələ də ziyalılarımız qalıb. Bu Azərbaycan dünyası az şəxslərin, az ziyalıların, az bildiklərin, xanımların çiynində duruş gətirə bilir. Vay o günə ki, onların biri laxlasın, onların biri dözməsin, sılsın, əyilsin deyə bilmərəm. Ziyalı əyilmir. Ziyalı uzaq başı dözməz, sınar, amma əyilməsin. Sədaqət xanım, var olsun, var olsun.